Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Şamaxı rayonunda Şirvan Aqro Heyvandarlıq kompleksinin açılışında iştirak edib. Xəbər verilir ki, dövlət başçısı müəssisənin əməkdaşları ilə görüşərək çıxış edib. Təbrik edirəm, yüzlərlə iş yeri gözəl şərait yaradaraq. Bu müəssisənin həm Şamaxı rayonunun, həm də ümumilikdə ölkəmizin kənd təsərrüfatının inkişafı üçün çox böyük əhəmiyyəti var. Bu, nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük həm ətlik, həm südlük təsərrüfatıdır. Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır. Biz elə etməliyik ki, özümüzü həm ətlə, həm südlə, həm süd məhsulları ilə 100% təmin edək. Buna yaxınıq, amma hələ ki buna nail ola bilməmişik. Belə təsərrüfatların fəaliyyətə başlaması bu məqsədi təmin edəcək və gələcəkdə biz hətta ət və süd məhsullarını ixrac edə biləcəyik.